Salam dəyərli izləyicilər, belə bir sualın izahına baxaq. Qeyd edək ki, sual 2017-ci ildə qəbul sualında istifadə edilmiş sualdır. Sual belədir. Polşa ilə təchiz edilmiş silindr içərisində verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturuna asılı qrafiki verilmişdir. Bu proses zamanı qaz tərəfindən Polşaya təsir edən qüvvə və qaz molekullarının orta kinetik enerjisi üçün hansı mülahizə doğrudur? Deməli, burada biz prosesi müəyyənləşdirək. Görək ki, necə prosesdir. Qrafikdən də gördüyümüz kimi həcmin artmasına baxmayaraq temperatur sabit qalıb. Demək, bu necə prosesdir? Bu izotermik prosesdir. T bərabərdir konstant. Birinci növbədə izotermik prosesdə temperatur dəyişmədiyindən verilmiş kütləli ideal qazdan söhbət gedir. Y kinetik də sabitdir. Yəni Y kinetikdə qaz molekullarının orta kinetik enerjisi də sabit olacaq. Daha sonra müəyyən eləyək ki, bu prosesdə ideal qaz molekulları tərəfindən, yəni ideal qaz tərəfindən Polşaya təsir edən qüvvə necə dəyişər? Polşaya təsir edən qüvvə F bərabərdir P vurulsun S ifadəsi ilə hesablanır. Və nəzərə alaq ki, izotermik genişlənmədir. Biz bildiyimiz kimi, izotermik prosesdə qazın həcmi təzyiq ilə tərs mütənasib asılıdır. Yəni, Boyle-Mariotte qanunu əsasən. Və burada prosesdə nə görünür? Görünür ki, qazın həcmi artıb. Qazın həcmi artıbsa, qazın təzyiqi azalacaq. Yəni, P azalacaq. P azaldığından S sabitdir, Polşanın sahəsi, Enkəsin sahəsi sabitdir. P azaldığından F də azalacaq. Demək, F azalar, Y kinetik isə dəyişməz. Azalar, sabit qalar. Cavab eləyir B variantı. Bəyənib abunə olmağı unutmayın. Hələlik.